Hər vaxtınız xeyir dostlar. Fransadan salamlayıram hamınızı. Gəldik, çatdıq Fransanın axırına. İspaniyaya giririk. Hardasa 10 kilometr qalıb İspaniya sərhədinə. Girək İspaniyaya, bir dənə qaz vuraq maşına. Maşında qaz azalıb 28% qalıb. Çünki yolumuz Madridədir. Yəni ora gedib qayıda bilək də. Qarlı dağlarda görürsünüz də yəqin. Pullu yoldan keçək. Görürsünüz, avtomatik açır, uzaqdan tutur telepasla. O hər şey yarayır, pullu yola, nə bilim, stayankaya, pullu stayankaya. Açın bunu, yaxşı görünsün ha. Baxın, hal-hazırda buradayıq. Görürsünüz. Xəritəni böyüdürəm. Fransa, İspaniya. Biz bura gedəcəyik, Madridə. Mülkümüz Madridədir. Tam Madridin mərkəzi deyil, amma yaxınlığıdır da. Fransa tərəfi keçəndən sonra İspaniya tərəfdə qəşəng bir dənə belə uçurum var, yol ləzzət edir. Baxın, görürsünüz o yolu. Almanlara bax, götürüblər veşlərini, basıb gedirlər İspaniyaya dincəlməyə. Qalxmır maşında, 44 dənə zülümlə qalxır. Görürsünüz necə körpüdür, nə qəşəng görünür. Evləri cəmaət harda tikib? Cəmaət Birləşik Krallıqdan gəlib bura ki, dincəlməyə. Buranın iqlimi qəşəngdir da. İsti olur buralar. O tərəfdə soyuq olanda burada yaxşı olur hava. Girdik İspaniyaya. Görürsünüz, Fransız bayrağı. Bu da İspan bayrağı. O aşağıdakı evləri zadı görürsünüz. İspaniyanın ərazisidir buralar. Avropa Birliği'nin bayrağı İspanya. Gördünüz? Bu biraz bərk padiumdur, sərt padiumdur. Buranı yavaş-yavaş düşmək lazımdır. Bax, harada saxlayıblar amigolar. Binanın belə üstünə çıxıblar. 6 kilometr qalıb. Girək, zapravkamızı eləyək. Şərait olsa çəkə bilsəm çəkəcəm. La Janguera. Janguera'ya girecek. Bizim maşınıydı, var keçdi. Mən ona belə qəribə baxıram, o da məndən. Türklərdir ya, Türklər hara gəlib çıxıb ha? Türklər canavardır da, Quran onda olsun. Buna bax, sobacı. Ay, hara gəlib çıxıblar? Canavardılar, Quran onda olsun. Amigolar, mən gəldim hə qaqaş.
Geri buradan fırlanacaq körpünün üstünə. Amigos. La qalx dana başına dönüm, qalx. Bunun motoru çox balacadır, zülüm çəkir bu yetim. Bir damcı podium görəndə Temvolya qazla itdi də. Amma belə komplektasiya olaraq bomba kimi maşındır. Bir də o şey pisdir də, qazla olmağı. Qazla olmağı heç xoşuma gəlmir. Bu bizi hara fırladır aparacaq. Zapravka hardadır? Zapravka burada mı? Bura göstərir. Gözdə qaqaş. Buradan mı girməliyik? Hardan girməliyik? Sağ olun qaqaş, sağ olun. Görürsünüz də necə bir prosedurdur. İzləyin. Hava yoktu burada, bir havadan. Bir de hiç havada yoktu. Hiç şeyimiz kalmadı. Herpenek. Herpenek çıkartırdım. Qurt quş doludur, gördünüz can. İçəri nətər girdi? İçəri bir dənə qurt girdi. Güllə kimi dəydi mənə, qorxdu. Qorxdu, o tiksindim. Binara getdi o. Bura dəydi, buralara düşdü hardasa. O mənə nətər dəydisə öldü 100%. Öyle bir daş dəydi mənə, daş atdılar. Onu gördüm də düşdü aşağı.
Mozambikdir buralar. Patpresin gününü görürsünüz da, nə gündədir patpres. Bu bir dəqiqə deyirlər, baş ya tık 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 səslərini eşidirəm. Buna. Bu oradan girib ala içəri. Tıqqılı deyil bu, bu yekə belə bir şey deyildi mənə. Olano. Şey, Espanyola. Getmir də Allah, neyniyim? Motoru balacadır, qaqaş, mən nağayırım. Necə eləyim, başva dönüm. Getmir. Amigos. Podium görəndə elə bil ki, qarnına ağrı düşür. Deməli, mənim canlarım, ciyərlərim. Hal-hazırda biz Jangueira'dan çıxdıq. Deməli, gedəcəyik buradan Barcelona'ya. Barcelona'nı ABS keçəcəyik. Buradan Zaragoza. Zaragoza'dan sonra Madrid şəhəri. Amma Madridin özünə getmirəm də. Madridin kənarına gedirəm. Amma Madridi ən azından bir ABS keçəcəyik də. Odur ki, getdik. Mənlə söz. Bu videoda İspaniyanı fırlanacağıq. Əsas odur, yanacağımız var. Var. Qorxusu yoxdur. Bunları da, bu qaynaqları da hamısını hardan öyrənirəm? İlkin müəllimlə. İlkin deyir, hara ilə get, hara rahat olacaq. Hansı yol uzaqdır, hansı yol podiumludur, spıskalıdır, bildiniz. Yəni belə şeylər. Pulludur. Hamısı vacibdir. Barcelona 125 kilometr. Flixbus'a nə gəlir? Buna da qəşəng işlər olar ha. Avtobus. Bas get də, buradan ora, oradan bura. İstiyə baxın sən can, 25 dərəcə isti var. Mışdıqdan elə bir ki, dədəmin sel arkasıdır. Bunun yandır, ciğerimiz yandı axı, 25 dərəcə istisən. Yadıma da düşmür. Buradan bu tərəfdən də gün qıpılladır. Sonra getdik. İspanya bizliydi. İspanya bizliydi qaqaş. Getdik. Bala xırda gəldik, çıxdıq Barcelona'ya. Barcelona'nın indi ABS fırlanırıq. Köhnə körpünü görürsünüz orada, sarı. Təzə körpünün yanında. Bomba kimi körpü də ha. Allah bilir onun tarixi nədir. Biraz bunların belə tikiliş formaları ərəb ölkələrinə oxşuyur, elə bil ki. Biraz da belə İrandakı evlərə oxşuyur. Evləri belə üst-üstə tikirlər bir-birinin üstündən nəyizi. İranda da elədir. Ev belə nəyizi olur, amma hündür olur. 3 mərtəbə, 4 mərtəbə kərpiçlə. Buranı hər şeyindən İrana oxşadıram, hər şeyindən. Park tapdıq. Orada saxlaya bilərik. Bizə neyiniyə, biz də burada saxlayaq. Nə var? Çörəyimizi yedik.
Canlarım, ciyərlərim, məcburiyyətdən deyirəm, valla xoşlamıram mən belə şey deməyi. Əgər videonu bəyənirsinizsə, like edin. Bir də bacardığınız qədər komment yazmağa çalışın ki, YouTube məni əlaqə etməyə salsın. Videolar izlənmir əvvəlki kimi. Çox ara buraxmışdım da, ona görə videolar əvvəlki kimi izlənmir. Bacardığınız qədər mənə köməkli edin. Biraz bu kanal dirçəlsin, özünə gəlsin. Əlimdən gələni edəcəm, qəşəng videolar çəkməyə çalışacağam. Bu nədir Allah? Barcelona'dan bu tərəf cüngülidir elə bil. İt oluyor. Buna düzənlik. Kürdəmir də elə bil. Kürdəmir yoluna oxşayır. İnansız bayaq bölümdən bir dənə sürətli qatar keçdi, and Allaha. Qatar yolu haradaydı, oralardaydı. Biraz bəridəydi, sonradan qatar yolu aralaşdı. Bir dənə qatar keçdi, tutuzurub çəkənmədim onu. Bəlkə də Allah bilir 450 ilə zaten gedirdi. Bir dənə güllə kimi bölümdən keçdi, getdi. Şoka düşdüm, özü də uzun idi, dəhşət uzun idi. Yox, onun sürəti 400 var idi, 400-450 var idi. Ondan aşağı getmirdi, o dəqiq bilirəm. Tutuzdurub indi çəkə bilsəm ondan yenə bomba olar. Prosta qatar yolu o izə getdi da. Qatar yolu o tərəfdə qaldı. Buranın milləti qara deyir. Fransızların da bəziləri belə qara fasondur. Bizim millətə oxşuyurlar. Bu İspanlar da bizim millətə oxşuyur. Türklərə oxşuyur, bizə oxşuyur. Yəni rəng baxımından. Arxada maşın gəlmirsə, bunu avqam edeyim keçim də, arxada maşın gəlmirsə. Dosta bu da elə sürətlə gedir ki, 88 ilə gedir deyəsən. 88 ilə. Onun sürətini göstərir. Təşəkkürlər. Mənə işarə verdi ki, gəl avqam edəm. Qəşəng tormuzda da oturdu ki, gəlim keçim. Öpürəm ürəyim. O da mən kimi birinci dəfədir deyəsən gəlir. Yaddı buralara. Çox yavaş sürürdü ya. Bayaqdan başım 80 ilə gedirdi. Mən düşmüşəm dalıydı, dedim, yəqin bir bildiyi var. Çox düzənli idi. Buralar başım səhralıqdır. Gənə biraz giriş yaxşı idi ha. İspanın girişi yaxşı idi. O Jangoya Rezat tərəflər. O Şamaxezada gedəndə belə sarı otlar zatlar görürsən.
Allah hamd olsun. Bildiğin oralar. Gerek bir dənə də zapravka edeyim. Bezdim ha. Buna nə qədər adam bunu zapravka edir. Dirək yanacağımızı vuraq. Sonra çıxaq tərpənək. Görürsünüz də necə işlərlə məşğuluq. Bu CNC-dir. Bu LNG. Bu da LNG-nin bir parçasıdır. Deməli bunu qoşursan o balaca yer var yuxarıda. Bura. Bu havasını çıxardır. Hələ ki dolur. Bura əllə vurmaq olmaz. Adamın əli yapışıb qalar. Dəhşət soyuqdur. O biri videoda dediyim kimi haradasa mənfi 160-170 dərəcə soyuq var. O radiatoru görürsünüz düz. Buz tutub bir də. Bax kabellərinə baxın. Kabelləri deyəndəki o şeylər də, şlanklara baxın, bütün hamısı buz tutub. İndi bu dəqiqə burada elə istiliyi var ki, bilməm 25 dərəcə, 27 dərəcə belə istiliyi var. Çox istidir. Ha, burada qurtardıq. İndi açıq qoyuruq yerinə. Bu kabelde dediğim kimi toku çekir. O kabelde toku çekir ki problem olanda zamkan yazı olanda alışmaz da olmasın. Gittik. Bir şey kalmayıp Madrid'e az kalıp 72 kilometre ama biz Madrid'i biraz keçəcəyik də. Buraların her yeri bax, bir damcı buralar meşədir. Çox yeri belə düzənli idi. Valla mənə çox qəribə gəldi. Bu adamlar necə 16-cı, 17-ci əsrdə necə gediblər Latin Amerikanı işğal ediblər. O boyda ölkələri hamısını vadar ediblər ki, öz dillərində danışsın. Siz təsəvvür edirsiniz, Latin Amerikada bəlkə də bir 15-20 dənə ölkə var. Hamısı da demək olar ki, İspanca danışır. Bir dənə Braziliyada orada Portuqaliya dilində danışır. Maraqlıdır həqiqətən. O boyda ölkələri gedib necə bu şəraitdə belə evlərinə də baxırsan, elə bir inkişaf eləməyiblər də bunlar da. Yəni, o biri Avropa ölkələri ilə buranın çox fərqi var. Yəni, bura onlardan kasıbdır. Amma necə
Gediblər o boyda kolonilər qurublar. Təsəvvür edin, bu adamların hələ Rumunlarla zadla belə dil tapıb danışırlar. Yəni Rumunlarla bunların dili bir-birinə oxşuyur. Eyni deyil, amma oxşuyur. Danışa bilirlər bir-birləri ilə. Çox bunlar ağıllı millətdir. Bunların torpaqlarında heç nə yoxdur, amma belə ancaq nəsə yetişdirə bilirlər. Sərvətləri yoxdur. Gedib ancaq o biri ölkələrdən nəsə gətiriblər, yığıblar bura. Elə inkişaf ediblər. Yük boşaltma yerinə 130-123 kilometr qalıb. Madridə də bunlara bax. Qəşəng. O, Birləşik Krallıq nömrələri. Qəşəng. İngiltərədən gəldilər canavarlar. Deməli, Kaçavaya fırlanırıq Madridin başından. Sağ tərəfimiz Madrid şəhəridir. Biz onun başından fırlanırıq. Ötdə də vay, probkalara bax ha burada. Şəhərin çox qırağından keçirik də, biraz yaxınından keçsəydik əla olar. Hə, canlar ciyərləri, çatdıq. 20 kilometr bir şey qaldı. Bura qədər videonu izlədinizsə, çox sağ olun, təşəkkür edirəm. Videonu bəyəndinizsə, bəyənin. Abunə deyilsinizsə, abunə olun ki, bir sonraki videolara xəbərdar olasınız. Sağ olun, özünüzdən müğayət olun.